Ben bir neçə müddət bundan əvvəl Word proqramında kitabça hazırlamışdım və dinləyicilərimiz, izləyicilərimiz bunu görür və məndən xahiş etmişdim. Onu hansı bir necə hazırlamışam, ev şəraitində onu göstəreyim. Bizim rəngli printerimiz var, bir də ki, lazerli printerimiz var. Bir də ki, failimiz da hazırdır. Şərti bir fail hazırlamışam. Məhəmməd tətbiqi proqram təminatı. Bu da kitabdır. Yəni ki, bunu mən çap edəcəm. Qara çap edəcəm, üz qabığını isə rəngli edəcəm. Normalda biz tutaq ki, bir vərəqdə, bir A4 vərəqində 4 dənə səhifə yerləşir. Məsələn, bu qatlayanda 4 dənə vərəq, 1, 2, 3, 4. Buna görə 20 səhifə ona görə demişəm, 4-ə bölünən rəqəm olsun. Ya 28 olur, ya 32 olur, yəni bu forma olur. İndi bu 21 səhifəlik, deməli, 20 səhifəlik faylı mən normalda printerə girirəm, print əmrini verirəm, fayl menüsünə girib print əmrini verirəm. Burada 4,1 yazıram və buradan aşağıdan 2 səhifə seçirəmsə ki, deməli bir dənə 4-də 4-cü və 1-ci səhifə çap olunacaq. Onu mən çap edib göstərim sizə, buranı çəkin. Növbətdə gəlsəm, 2,3 yazılı yenə buradan 2 səhifə seçirəmsə, baxın, bunu çevirib, necə çıxıbsa əgər, və bunu mən printerə qoyuram. Çıxıbsa əgər, buraya qoydum. 2,100 qoyum, baxın, nə olur? Belə oldu, baxın. Bu şöməli 1, 2, 3 və 4. Deməli, belə oldu. Hal-hazırda bizdə 20 səhifədir. Mən ümumiyyətlə nömrələrin necə yerləşəcəyini bilirəm. Sadəcə siz də bilmək istəyirsiniz, 1, 2, 3, 4, 5. 20 səhifə 5 dənə A4 deməkdir, düzdürmü? Hər listdə 4 dənə səhifə eləşir. Biz bunu sadələyik kimi bunu belə yerləşir. Burada 1, 2, 3, 4, 5, 6. Yəni ardıcıl nömrələyirik ki, rahat olsun. 9, 10, 11, 12. Ümumiyyətlə, həmişə tək rəqəm sağda olur. 16, 17, 18, 19 və 20. 20 səhifəlik bizim failimiz var. Bunları götürürük. Ayrı-ayrı. 2, 19, 2 vergül. Bu 20 səhifə içində 19 print veririk. Səhifə seçmişik. Buradan print veririk. Lazerli printerə çap edirik, baxın. Necə götürmüşsə, kağızı necə girmişsə, o formada qoyuram. Növbət dəfə 21. Yəni 20 səhifəni birinci səhifəni çap elə. Sonra götürürük bunu. 4, 17. Sonra 18, 3. Hazır bulunmuşdur. Bunu biraz qatlayırıq ki, hissəsini peşdən çıxır, biraz orada çıxanda ilişməsin.
Sonra 6 15 16 5 print 6 15 6 15 16 5 Yani ben burada nüsxələrin sayını çox deneyebilirim. Mesela 4 tane, 5 tane, 10 tane, 15 tane. Mesela Hüseyin mesela kitap gibi mesela bir 15-20 tirajlı kitap çap edebilirdim mesela. Bu hazır. Onla 11 print 12 9 bu ısındı biraz. Ona göre biraz komşu istifade edelim. Sonuncu kaldı. 14 7 8 13 1 14 7 1 Bu çıkamazsın mı? 8 13 Böyle ki 5 tane vereceğimiz hamısı çap oldu. 11 15 17 19 Şimdi bakın bu formada 8 6 5 4 1 2 Bunu ben yerleştirdim. Katlıyorum bunu. Bakın çamımız içi hazır. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Bu da mündərizatıdır. Şimdi bunun üz qabığını hazırlamaq. Bakın böyle bir üz qabığı hazırlamışım. Biz normalde fikirləşirik ki üz qabığı əslində belə olmalı. Bu üz qabığı kağızın burasında olur da. Burası ağ qalmalıdır. Bizdə bir səfər. Ben normalde bunu dizaynını Corel Draw programında edirəm. Corel Draw programında edirəm. Amma indi Word'də göstərirəm sizə. Word'də neyəm? Bunu ben ikinci bir səhifəsini burada. Page break elədim bunu. Bak görürsünüz. Reseptleri tabında. Bu oldu 2 səhifə. Şimdi ben buradan niye onu seçtim? Yani ki sağ tarafa düştüm de. Print'e girdik. Bir fərqi yoxdur. 2 səhifə seçdim. Burada nömrə 2 dənə səhifə edəcəm. Seçtim bunu. Printer'i seçtim. Hepsi. Normalde yüz qabığı üçün kağızlar olur. Mesela rəngli kağızlar 160 gramlık falan. Və fon. Burada rəngli printer'də fon da veriyorlar. Yəni hazır kağızlar da saxlayır. 160 gramlık, 180 gramlık ki biraz qalın kağız olur. Rəngli olur. Gidip bunu buradan çapalım. Bunu böyle katladım. Takvim program təminat büküyor ve böyle bu formada. Bu onun yüz qabığı. Yüzağımız hazırdır. Bir daha kaldı son mesele bunu tikmək.
Tikmək üçün də bax buraya sadə bir steplerimiz var. Bu aldıdan. Gördünüz mü? Yəni ev şəraitində ya ofis şəraitində, sadə bir şəraitdə biz kitabı hazırladıq. Bu 32 səhifəyə kimi belə tikmək olar. Daha çox səhifələr olanda isə başqa bir tikirlər ona. 16 səhifə, 16 səhifə. Üstə qoyurlar ki, mətbəx şəraitində tikirlər. Amma sadə vəziyyətdə, sadə formada biz kitabımızı hazırladıq.